Pünhan Püriyev. Yaş yok, indi barışmışıq o. Hadi indi barışmışsın da ama aranız Barışmışıq değişmiş amma de. biraz aralı da o şeyi distansiyon deyirlər, nə deyirlər, onu saxlayıram. Ha, Distansiyanı deyirlər, nə deyirlər. mesafeye saklıyorsun. Mesafəni qardaş. Yerim gel distansiyonlu Mənim- mikrofon lazımdı mı? Mənim bu həyatda Diyene kulak as böyle. Niye o mesafeye saklıyorsan ki? niyə də saxlamayım qardaş? Mənim özümə görə şəxsiyyətim var, kişiliyim var, hörmətim var. Niyə də saxlamayım? Yok ya, o... Mən saxlamalıyam da. Yok ya, o mesafeni niye O saklıyorsun? məsələni ona görə saxlayıram ki, artıq o adamda nəsə bir özümə qarşı çatışmayan bir şey gördüm. Ona görə mən ondan sonra, o barışıqdan sonra mən onu qoruyub saxlamalıyım. Ki, Yok, bəli. neyi gördün tam anlayamıyorum. Yox, evin başqa. Yani gördün ki- Evet, gördüyüm sənin də evinin olub. Lan niyə Yok, sən özün də gözünə? onu demir. Yani gördüğün odur ki o adamla sen Bəli, bir o adamla beraber yani- bir yola çıkamazsın. Bəli, Allah köməyim olsun. Onu Əgər bir diyorum. insan bir Onun dəfə xət- səhv eləyirsə onun sənə xətrinə, qarşı. xətrinə dəyməsin, xətrində bir başqa cür da belə uzaqdan uzağa çox istəyirəm. Bəli. Amma o distansiya məsafəsini qoruyub saxlamaqla da. Ha. Mərdliyin görmüşəm. Aha. Elə bir hərəkət. Yaxşı, mert kişinin yanında olmak lazımdır. Sen niye bu mesafe saklıyorsan, İndi uzak o- kaçırsan? Yox, indi o oldu da. O kişinin yanında kişi olmalı da. Bir şeydə oldu da, o kişiliyi qoruyub saxlamaq lazımdır axı. Ha. Qoruyub saxlamaq lazımdır. O ola bilsən o qoruma. Ben nə deyim mən? Bunun təzədən o söhbətə qayıdım, düzgün gəlmir. Yok qayıtma, Mənə qayıtma. yaraşmaz da o söhbətə qayıdım. Amma Onsuz özü öz səhvində başa İndi düşdü. qayıtmış sayılmırsan özünü bu mən. Yox, mən onunla barışmışam, hər şey yerindədir. Mən onu yenə uzaqdan uzağa bir sənətçi kimi xətrini çox istəyirəm. Aha. Bəli. Amma bu bəzi qalmaqallar ki var, mən ona məsələn yaraşdırmıram. Misal, Elə bu qadınlarla olan söhbətinə ona yaraşdırmıram. niye? Neynəməli? Çünki bu sənətdə Ha. hər adama kişi demək olmur. Bu sənətdə qoruyub özünü saxlayan redki kişilər var. Redki kişilər. Sənətdən gedir Adlarını mən söhbət. çəkmirəm, bəli, bu şou aləmində. Sadəcə olaraq onu qoruyub saxlamağı Allah Teala hər adama qismət eləmir. Onu əgər bu sənətə gəldinsə, qoy səni kişiliyinə görə, mərdliyinə görə, qeyrətinə görə, şəxsiyyətinə görə tanısınlar. Sən nəyəsə görə deməsinlər ki, nə, bu belədir. O belə bir söhbət var. Mən dəfələrlə sənin yerində danışmışam da, demişəm də. Ona görə də gərək insan hər şeyi qoruya saxlaya. Hər şey yerində olmalıdır. Sənətdə, bax bu səhnədə haqqını tələb eləməyəni əzirlər. Mən düşünürəm, bəzən Pünhan düz edir. Niyə deyirəm? Çünki biri gəlib deyəcək bu sussa, o birisi deyəcək bu sussa. O deyir, hər keçən bir